Belə getsə bütün sirlərimi sizə açıb tökəcəm. Yəqin ki, bu bilmirsiniz nədir, amma bunu biləndən sonra sizin həyatınız tam çevriləcək. O qədər lazımlı bir şeydir ki, indi izah eləyəcəm harda və necə istifadə olunur. Sonra sağ ol deyərsən. Yəqin ki, mənim işlərimi görmüsən və düşünmüsən ki, uyda bu tonlamanı belə canlı şəkildə necə eləyir? Amma mənim də sirlərim var və o sirlərimlə sizdən bacardığım qədər tez-tez bölüşürəm. Daha sir deyil. Mən bu alətdən istifadə edirəm. İndi izah eləyəcəm. Bundan istifadə eləmək üçün ayrıca fırça da almışam, makiyaj üçün, yəni rahat şəkildə ala bilərsiniz. Buna batıranda fırçanı arada bir çox artıq olur deyə bu şəkildə artıq hissələri çıxardıram. İndi bir dənə fikir verin. Fokusa baxın, gördünüz? Düzdür, indi çox rəssamlar axota olmur da bu şəkildə karandaşla bir-bir tonlama verəsən ki, bu effekti alındırasan. Götürürsən bu pudradan istifadə edirsən, həm yumuşaq alınır, həm də qəşəng doldurur. Mən bunu Temudan almışam. Gördünüz, sirimlə bölüşdüm. Bundan sonra sənin həyatın çevriləcək. Əgər belə videolar sənə maraqlıdırsa, takip et, izlə məni. Bundan əlavə portret sifarişləri qəbul olunur və rəsm dərsləri keçirəm onlayn formatda. Məlumat